Salam. Dövlət büdcəsinin formalaşmasında əsas rol vergi xidmətinə məxsusdur. Vergi xidməti həm də ölkədə biznes mühitinin formalaşmasının əsas driverlərindəndir. Son illər qeyri-neft sektorunun payının artması, xidmətlərin rəqəmsallaşması və işğaldan azad olunmuş ərazilərimizdə tətbiq edilən vergi güzəştləri bu sahədə dinamikanı dəyişib. Eyni zamanda kölgə iqtisadiyyatının azaldılması və qanunvericilikdəki mütəmadi təkmilləşmələr biznes subyektləri tərəfindən fərqli qarşılanır. Bəs vergi inzibatçılığında hansı yeniliklər gözlənilir və sahibkarları daha çox nə narahat edir? Real TV və Azərtac Dövlət İnformasiya Agentliyinin bu və digər suallarını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi cənab Orxan Nəzərli cavablandıracaq. Orxan müəllim, xoş gördük. Vaxt ayırıb dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Xoş gördük. Mən təşəkkür edirəm. Orxan müəllim, insanlar vergini niyə ödəməlidirlər? Bunun cəmiyyətə ən böyük faydası nədir? İnsanların vergi haqqında yanlış təsəvvürü nədir və ümumiyyətlə Azərbaycan vətəndaşı vergi ödəməklə nəyə nail olur? Vergini çox sadə dillə desək, bizim cəmiyyətimizin, istənilən cəmiyyətin ümumiyyətlə bir ortaq büdcəsi kimi təsəvvür etmək olar. Bura hər kəs, hər bir vətəndaş öz imkanına, öz fəaliyyətinə uyğun olaraq ödənişlərini edir, öz töhfəsini verir və eyni zamanda da həmin formalaşmış resurslardan artıq büdcədən yenə də cəmiyyətin ümumi ehtiyaclarına uyğun olaraq bura səhiyyə, təhsil, infrastruktur layihələri, təhlükəsizlik, müdafiə bu kimi digər istiqamətlərə yönəldilir. Ancaq eyni zamanda biz vergilərə tək hansısa bir ödənilən məbləğ kimi və ya itirilən bir məsrəf kimi baxmalı deyilik. Burada biz bir tərəfdən həqiqətən də vergilər konstitusion hər kəsin bir vəzifəsi və öhdəliyidir. Ancaq hesab edirəm ki, insanlar vergini ödəyəndə onlar tək dövlət qarşısında olan öz öhdəliyini icra etmir. Həm də yaşadığı ölkənin gələcəyin inkişafı üçün öz töhfəsini vermiş olur. Bu mənada həmin bu münasibətlər bir tərəfli deyil. Yəni, o demək deyil ki, ancaq vətəndaşın hansısa bir öhdəliyi var. Əgər dövlət həqiqətən də vətəndaşdan öz öhdəliyini icra etməsini gözləyirsə, belə bir gözlənti varsa, eyni zamanda da vətəndaşların da dövlətdən müəyyən bir gözləntiləri formalaşır və hesab edirəm ki, bu mənada dövlət qurumlarının, o cümlədən Dövlət Vergi Xidmətinin bu münasibətlərin əsasında möhkəm bir etimadın qurulması bizim bir vəzifəmizdir. Orxan müəllim, bugün büdcə gəlirlərinin əhəmiyyətli hissəsi qeyri-neft sektorunun payına düşür. Ümumiyyətlə, bu vergi sisteminin və vergi qurumlarının iqtisadiyyatın tənzimlənməsində rolunu nə dərəcədə artırıb və qeyri-neft sektorundan vergi daxil olmalarında ötən ilin birinci yarısı ilə müqayisədə biz rəqəmlərlə tanış olduq, artım var. Buna necə nail olunub? Yaxşı sualdır, ancaq buna cavab vermək üçün yəqin ki, biz biraz daha uzun müddət və kəsikdə baxmalıyıq. Bildiyiniz kimi bizim dövlət büdcəmiz əsasən iki istiqamətdən, iki mənbədən belə deyək, formalaşır. Biri neft-qaz gəlirləri ilə bağlıdır, biri isə qeyri-neft qaz gəlirləri ilə bağlıdır. Və biz deyəndə ki, neft-qaz gəlirləri bu dövr ərzində müəyyən mənada, onun yenə də müəyyən mənada mən mütləq rəqəmini nəzərdə tutmuram, onun xüsusi çəkisi illər ərzində azalıb. Bunun arxasında dayanan bu həqiqətən də proqnozlaşdırılan bir hadisədir. Bunu gözləmək olardı. Və qeyri-neft qaz gəlirlərin isə ümumi dövlət büdcəsində xüsusi çəkisinin artması isə ümumi bizim maliyyəmizin, ölkəmizin maliyyə vəziyyətinin dayanıqlı olmasının bir göstəricisidir. Nəyə görə biz deyəndə neft-qaz gəlirləri azalması bunu
yaxşı bir göstərici kimi təqdim etmək istəmirəm, ancaq eyni zamanda hər kəs başa düşür ki, neft-qazla bağlı olan, ümumiyyətlə istənilən təbii resurslarla bağlı olan gəlirlər tükənə biləndir bir tərəfdən. O birisi tərəfdən də həmin resurslar bildiyiniz kimi qlobal bazarlarda təqdim olunur və buna hansısa bir formada ölkənin təsir etmə imkanları yoxdur. Yəni bu mənada həmin gəlirlər çox volatildir. İldən ilə dəyişə bilər, arta bilər və azala bilər və beləliklə də bizim ölkəmiz həmin resurslardan, həmin gəlirlərdən çox asılı bir vəziyyətə düşmüş ola bilər gələcəkdə. Bu baxımdan biz baxanda əlbəttə ki, bizim qeyri-neft qaz gəlirlərinin artması çox yaxşı bir haldır və biz buna necə nail olmuşuq deyəndə, bu həqiqətən də uzun müddətli ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin nəticəsidir. Burada qeyri-neft qaz sahəsinin, iqtisadiyyatın şaxələnməsi və genişlənməsi əsasında dayanır. Yəni bu baxımda biz vergiçi kimi danışanda deyirik ki, bu vergi bazası genişlənib. Vergi bazası genişlənib isə o deməkdir ki, iqtisadiyyatımız artıb, iqtisadiyyatda baş verən əməliyyatların həcmi artıb, həmin əməliyyatların mürəkkəbliyi artıb. Hətta yenə də biz statistik qiymət rəqəmlərə də biz qayıtsaq, onu görərik ki, bugün aktiv vergi ödəyicisi sayı 880 mindən çoxdur. Onun tərkibində ƏDV, aktiv ƏDV vergi ödəyicisi 61 mindən çoxdur. Aktiv təsərrüfat subyektlərinin sayı 242 min üzərindədir. Yəni bunların hamısı ümumən iqtisadiyyatın genişlənməsinin birbaşa olaraq nəticəsidir. Biz qayıtsaq digər elementlərə, yəni biz başa düşürük ki, qeyri-neft qaz sektorundan bağlı olan vergi daxil olmaları artıb və onu rəqəmlə də ifadə etsək, bugün 7 illik kəsiyə baxdığımız təqdirdə bu ümumi vergi daxil olmalarında qeyri-neft qaz daxil olmaları, vergi daxil olmaları 67%-dən bugünə baxdıqda 80% artıb. Bu kifayət qədər böyük bir göstəricidir və biz bunu tək mütləq və göstərdiyim dövlət büdcəsinin bir rəqəmi kimi yox, həm də ÜDM-də xüsusi çəkisinə diqqət yetiririk. Eyni dövrə biz baxdığımız təqdirdə biz görərik ki, qeyri-neft qaz sahəsində ödənilən vergilər kifayət qədər artıb. Vergi daxil olmaları 9,4%-dan 12,7%-ə artıb. Bu rəqəmi səsləndirəndə ola bilsin ki, hansısa kənardan belə deyək, izləyən ekspertlər və ya ictimaiyyət məzədən müəyyən bir müqayisə aparıldığı təqdirdə yanlış bir fikir də yarana bilər. Bu ancaq vergilərə aid rəqəmdir. Ancaq bildiyiniz kimi ümumi beynəlxalq qəbul olunmuş təcrübədə metodologiyalar mövcuddur və orada iqtisadiyyatda olan ödənilən vergilərin çəkisi həm də fiskal daxil olma olaraq, yəni ümumi olaraq bura həm vergi daxil olmaları daxildir, bura həm gömrük xətti ilə daxil olmalar var, bura həm digər sosial ödənişlər də daxildir. Biz bunun hamısını, bu fiskal ödənişlərin hamısını biz ÜDM-də baxdığımız təqdirdə biz onu müşahidə edirik ki, bu son 7 il ərzində həmin göstərici 5-6% arasında artıb. Yəni hər il bizim qeyd etdiyim kimi iqtisadiyyatımız artsa da bunu üstələyən templə vergi daxil olmaları artıb. Bunun arxasında dayanan hesab edirəm ki, əsasən bizim çağırışlara müsbət cavab verən sahibkarların həmin o könüllü ödənişləridir. Bunun arxasında nə dayanır? Əməliyyatların leqal formada aparılmasına artıq bizneslər daha əlverişli, daha sadə görürlər və bu baxımdan vaxtilə aparılan və davam edən islahatlar, təşviqlər də öz nəticəsini verib.
həmin mən qeyd etdiyim 5-6% göstəricinin belə deyək bir komponentlər üzrə təhlilinə də baxsaq, biz görərik ki, ora əsasən sosial ödənişlərin artımı daxildir 2-3% arasında. Yəni bunun həmin ümumi artımın yarısı sosial sığorta ödənişləri ilə bağlı olan artımdır. Qalan hissənin hardasa 2/3-i mənfəət vergisi artımı ilə və ƏDV tədiyyəsi üzrə daxil olmaların artımı ilə bağlıdır. Və məhz sosial ödənişlərin artımına isə baxanda bu vaxtı ilə 2019-cu ildə verilən həmin o 7 illik əmək gəlirlərinə olan güzəştlərin onunla paralel aparılan digər rəqəmsal vergi xidmətində rəqəmsal transformasiyanın müəyyən bir nəticəsi kimi qiymətləndirmək olar. Mən əminəm ki, digər mövzulara da bu müsahibə vaxtında toxunmaq imkanımız olacaq. Ona görə həmin mövzulara çox geniş izninizlə bu sualda cavab olaraq getməyəcəm. Vergi məcəlləsi ən çox dəyişikliyə məruz qalan qanunvericilik sənədlərindən biridir. Belə mütəmadi dəyişikliklərin edilməsi barədə fikirləriniz maraqlıdır. Ümumiyyətlə, sahibkarlar bunu necə qarşılayır? Bu həqiqətən də belədir. Yəni biz hər dəfə sahibkarlarla görüşəndə tək sahibkarlarla yox, hətta parlamentdə bizim millət vəkilləri ilə, həmkarlarla görüşdüyümüz hallarda belə onlar da bu mövzunu qaldırırlar ki, dəyişikliklərin sayı hər il olur. Ancaq mən istəyərdim ki, biz o dəyişikliklərin sayına yox, onun mahiyyətinə də müəyyən mənada baxaq. Mən qeyd etmək istəyərdim ki, və əvvəlki sualımda da həmin o vergi daxil olmaların artımı ilə bağlı izah verəndə həmin artımlar və qeyd etdiyimiz bu dəyişikliklər, vergi məcəlləsində olan dəyişikliklər vergi dərəcələrinin artımı hesabına baş verməyib. Yəni biz baxsaq ki, o dəyişikliklərin içində neçə dənə vergi dərəcəsi artımı ilə bağlı dəyişiklik olub. Biz yəqin ki, ancaq bir halı görə biləcəyik. Və o halda aksiz vergisi dərəcələri ilə bağlı olub. Yəni, başqa sözlə desək, tütün məhsulları və alkoqola aid olan aksizlərin artırılması və ya digər aksizlər. Və biz bunu da əvvəldən biznes subyektlərinə çox açıq formada kommunikasiya etmişik. Yəni, əvvəlcədən demişik ki, baxın, bu dərəcələr artacaq. O vaxta qədər ki, biz Ümumdünya Səhiyyə Təşkilatının müəyyən bir tövsiyə etdiyi göstəricilər var. Faizlər ki, misal üçün, siqaretin qiymətində onunla bağlı olan vergilərin xüsusi çəkisi olmalıdır X%. Və biz onu demişik ki, biz buna nə vaxtsa çatacağıq. Nə vaxt çatacağıq, bir günə bunu etmək mümkün deyil, amma tədricən onu edirik. Bu mənada biz o açıq kommunikasiya biz tərəfdən o gözlənti artıq formalaşdırdığımız üçün və onu dediyimiz üçün burada bir düşünürəm ki, problem yaşanmır və həmin biznes subyektləri də artıq bununla bağlı məlumatlıdır. Digər isə dəyişikliklərə gələndə bizim çox saylı biznes subyektləri ilə, biznes assosiasiyaları ilə görüşlərimiz olur. Və həmin görüşlərdə bizneslər hər bir sahəyə uyğun olaraq öz rastlaşdığı müəyyən çətinliklər və həll etmək istədiyi məsələləri səsləndirirlər və burada biz ancaq çətinliklərlə bağlı danışmayaq, həmin sahəyə aid olan hansısa belə deyək, inkişaf etdirilməsi üçün əlavə görülməli tədbirlərlə bağlı. Bunun müəyyən hissəsi əlbəttə ki, vergiyə aiddir, müəyyən hissəsi digər sahələrə aiddir. Bizim müvafiq şöbəmiz həmin görüşləri həyata keçirdir, onları icmallaşdırır, təhlil edir və müvafiq digər dövlət qurumlarına da ötürür. Ancaq birbaşa olaraq bizim özümüzə aid olan mövzularla bağlı isə təklifləri artıq formalaşdırır. Çox saylı görüşlər keçirilir. Bu görüşlərdən hardasa biz onu icmallaşdırsaq bir 500-ə yaxın təkliflər formalaşıb. 500-ə yaxın həmin təkliflərdən 180-i məqsədə uyğun hesab olunub. Yəni məqsədə uyğun hesab olunub o mənada ki, bu müzakirə
əsnasında hansısa müəyyən bir nəticəyə gəlinib, həm izah olunur ki, niyə qalan hissələrindən bağlı mümkün deyil, amma hansılar ki, məqsədə uyğundur, onun da yarısı artıq qanunvericilikdə öz əksini tapıb. Digər hissəsindən bağlı təhlillər və işlər davam etdirilir. Əsasən deyərdim ki, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı olan həmin dəyişikliklərdir. Vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində atılan addımlarla bağlı olan, belə deyək də, əsasən dəyişikliklərdir. Bunu misal olaraq nəyə göstərə bilərik? Misal üçün, keçən il dəyişikliklərdən bir neçəsi məhz müəyyən vergi dərəcələrinin, vergi dərəcəsi olmasa da, vergi hədlərinin artırılması ilə bağlı olmuşdur. Misal üçün, 200.000 manat bizim sadələşdirilmiş vergi ödəyicilərinə limitdirsə, onu biz nağdsız hissədə stimullaşdırmaq üçün ona 2 qat müəyyən bir indeks tətbiq etmişik. Yəni, nağdsız hesablaşma aparıldığı halda artıq dövrəyə 200.000 ilə yox, 400.000 ilə məhdudlaşacaq. Biri bu, digəri kirayə gəlirləri ilə bağlı olan verilən güzəştidir. Yəni, bu tip güzəştlərə düşünürəm ki, hər kəs bunu müsbət qarşılayır və burada mən bir məqama da toxunmaq istəyərdim. Ümumiyyətlə, elə bir təsəvvür yaranır ki, dövlət vergi xidməti vergi dərəcələrinin yüksək olmasında maraqlıdır. Yəni, və bunu da mən hardasa, belə deyək də, sosial şəbəkələrdə də baxdığımda, izlədiyimdə görürəm və digər ekspertlərdə, müzakirədə də görürəm. Bu belə deyil və səbəbini də deyim. Biz çox açıq formada öz strategiyamızı, yəni gələcəyə baxışımızı, strateji hədəfləri dərc etmişik, bəyan etmişik, qəbul etmişik və dərc etmişik öz saytımızda. Ona uyğun da illik hesabatlar hazırlanır. Keçən il ilk illik hesabat təqdim olundu. Yəni, bu bizim həm də cəmiyyət qarşısında hesabatlığın bir göstəricisidir. Bizim orada çox konkret hədəfimiz və göstəricimiz vergi xidməti olaraq bir tərəfdən müəyyən olunmuş planın icrasıdırsa, o birisi tərəfdən də biz adlandırdığımız vergi boşluğunun kiçilməsi. Yəni, vergi boşluğu iqtisadi terminlə biz desək, o kölgə iqtisadiyyatının bir, belə deyək də, nəticəsidir. Bax, bu eyni zamanda da biz deyirik ki, biz etimad mühitini gücləndirmək istəyirik. Onu da orada elan edirik. Bax, bunların və könüllü əməl etməni artırmaq istəyirik. Bunlar olduğu, belə deyək, həmin o əsas fəaliyyət göstəricisi kimi müəyyən olunduğu halda vergi xidmətinə aid. Hansı xidmət, hansı təşkilat vergi dərəcəsinin artımını arzulayar və ya istəyər. Çünki o yuxarı olduğu təqdirdə məlum məsələdir ki, artıq həmin vergiləri könüllü yığmaq daha çətin olur təşkilat üçün və biz məcbur oluruq hansısa nəzarət tədbirlərinin gücləndirilməsinə. Və biz isə bunda maraqlı deyilik. Bizim marağımız məhz ondadır ki, həmin yəni vergi öhdəlikləri məhz könüllü icra olunsun. Siz güzəştlər mövzusuna toxundunuz. Bu ilin əvvəlində vergi qanunvericiliyində bəzi dəyişikliklər olundu. Həmçinin özəl sektorda gəlir vergisi ilə bağlı yeni yanaşma tətbiq edildi. Vergi güzəştlərinin effektivliyini necə qiymətləndirirsiniz? Vergi güzəştləri ümumiyyətlə iqtisadi siyasətin mühüm bir alətlərindən biridir. Ancaq bunu hər bir güzəşt adından da məlum olduğu kimi bu müddətsiz xarakter daşımır. Həmin güzəştlər, konkret güzəştlər müəyyən bir məqsədlər üçün tətbiq olunur və həmin məqsədlərin sonradan nə qədər o güzəşt hesabına çatıb, çatmamağımız qiymətləndirilir və həmin qiymətləndirmədən asılı olaraq bir müddətdən sonra o güzəştin hansısa bir formada, yəni transformasiya olunmuş formada və ya ləğv olunması formasında bir qərara gəlinir. Əlbəttə ki, güzəştin ümumiyyətlə ilkin olaraq dizayn olunanda həmin güzəştin hansı formada ÜDM-ə necə təsir edəcək, bunun əmək bazarına, məşğulluğa hansı təsirləri olacaq, iqtisadi aktivliyə necə təsir edə bilər. Bunlar kimi müəyyən bir hədəflər qoyulur ki, bax, bu güzəşt verilir, dövlət
gəlirlərdən özü imtina edir. Ancaq onun qarşılığında isə bu hədəflərə çatmaq arzu edir. Və bir müddətdən sonra da ona baxılır, qiymətləndirilir, necə effektiv olub. Konkret olaraq biz qayıtsaq vaxtilə 7 il bundan əvvəl 2019-cu ildən başlayaraq verilən həmin o əmək gəlirlərindən bağlı olan vergi güzəştlərinə çox həqiqətən də geniş bir islahat idi. Bir tərəfdən dövlət həmin anda gəlirlərdən yenə də imtina etdi, amma biz həm də baxsaq Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə biz onu görərik ki, bəli, vergilər ola bilsin ki, anında müəyyən mənada azaldısa belə, ancaq əldə olunmuş o legalizasiya və şəffaflaşma hesabına Dövlət Sosial Müdafiə Fondunun gəlirləri kəskin olaraq artdı. Yəni 2 dəfədən çox artıma nail olunub Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə. Bunun nəticəsində dövlət büdcəsindən həmin fonda ötürülən transferlərin həcmi azalıb. Yəni yenə də mütləq ifadədə demirəm, amma xüsusi çəki olaraq aşağı düşüb. Misal olaraq əmək gəlirlərinə münasibətdə güzəştlər barəsində danışsaq, qeyri-neft sektorunun özəl bölməsində əmək gəlirləri üzrə tətbiq edilən güzəştlərin əsas məqsədi əmək münasibətlərinin legallaşdırılması olub və 2019-cu illə müqayisədə həmin sektorda 91% əmək müqavilələrinin artımı müşahidə olunub. Eyni zamanda əmək müqavilələrinin sayı 1 milyondan artıq bir rəqəmə çatıb və 2025-ci ildə əmək gəlirləri, yəni tək əmək münasibətləri və əmək müqavilələri yox, əmək gəlirləri də 2,5 dəfə artıb. Bu rəqəm ifadəsi ilə desək 6,5 milyard manat artım deməkdir və nəticədə 2025-ci ildə 11,2 milyard manata həmin o əmək gəlirləri çatıb. Və artıq həmin güzəşt müddəti bitdiyinə görə hökumət daxilində müzakirələr aparıldı və o güzəştdən tam olaraq geri qayıdış yox, bir keçid və müddətli, yəni 3 il müddətində mərhələli keçidlə vergilərin artıq yüksək dərəcə ilə yox, 7% dərəcəsinə çatdırılması planlaşdırılıb. Yəni ilk birinci ildə 3%, ikinci ildə 5%, üçüncü ildə isə artıq 7%lik bir vergi dərəcəsinə gəlib çatmış olacaq. Biz inanırıq ki, bu bizə həmin islahatın nəticələrini qoruyub saxlamaq imkanı verəcək. Çünki daxili müzakirələrdə əsas çağırış və risklərdən biri ondan ibarət idi ki, bəli, bu ağarma baş verib, əmək münasibətləri legallaşıb, ancaq ola bilsin ki, biz keçmiş həmin dərəcələrə döndüyümüz halda yenə də biz kölgəyə qaçış görək. Və bu baxımdan o müzakirələrlə biz belə deyək, sonda bu modelə bir gəlib çıxdıq və hesab edirik ki, bugün artıq üstündən bir müddət keçib, həmin risklər həqiqətən də bu yeni modellə mitiqasiya olunub, yəni biz kölgəyə qaçış müşahidə etmirik və həmin gəlirləri artıq təmin etmiş oluruq. Vergi güzəştləri haqqında danışdınız. İşğaldan azad olunan ərazilərimizdə geniş vergi güzəştləri paketi mövcuddur. Güzəştlərin tətbiqindən də artıq xeyli müddət bir vaxt keçib. Necə düşünürsünüz, bu güzəştlər bölgədə sahibkarlıq fəaliyyətinə necə təsir edib? Yəni mən onu tək vergi güzəşti adlandırmazdım. Çünki həmin ərazilərlə bağlı dövlət tərəfindən geniş dəstək proqramı elan olunmuşdu. Biz bugün düzdür vergi güzəştlərini müzakirə edirik, ancaq bura mən qeyd etmək istəyirdim ki, dövlətin digər, yəni subsidiya mexanizmləri, müəyyən güzəştli kreditlər də daxildir və digər belə deyək, dövlət dəstəyi mexanizmləri mövcuddur. Biz vergi güzəştlərinə toxunduğumuz təqdirdə onu qeyd eləmək olar ki, əsas məqsəd o olub ki, o regionlarda bugün həqiqətən də infrastruktur baxımından digər
Azərbaycan bölgələri kimi inkişaf etməyib, ora hansısa bir formada investor, yəni biznesləri, iqtisadiyyat, yəni cəlb etmək lazımdır, sahibkarı cəlb etmək lazımdır və bu baxımdan onların qoyduğu investisiyanın məbləğini mümkün dövlətin əlində olan alətlər yolu ilə maliyyətini, yəni xərclərini azaltmaq məqsədi daşıyıb. Ki, investor daha aşağı vəsait qoyub, orada gələcək gəlirləri əldə etməkdə maraqlı olsun və bu proses, yəni reinteqrasiya prosesi və beləliklə, belə deyək də, biz həm də həmin regionu, həm bölgəmizi ümumi iqtisadiyyatımıza da müəyyən mənada qaytaraq. Bu baxımdan bu proses biz düşünürük ki və monitorinq edəndə onun nəticələrini biz görürük ki, yüzlərlə artıq sahibkarlar həmin bölgədə fəaliyyət göstərir və artıq həmin bölgələrinin vergi rezidentidir. Həmin vergi ödəyicilərində minlərlə, yəni 10 mindən çox artıq əmək münasibətləri də formalaşıb və başqa bir bizim üçün çox yaxşı bir, belə deyək də, vergiçi olaraq göstərici ondan ibarətdir ki, mən hər gün deməyəcəm, amma ən azından hər aylıq o planların icrasına baxanda onu görürəm ki, bizim o bölgələrdən həqiqətən də çox yüksək artım tempi ilə vergi proqnozunun icrası baş verir və bu ildən ilə, aydan aya artır. Bu həm hər birimizi həqiqətən çox sevindirir. Belə bir sual vermək istəyirdim. Dövlət Vergi Xidməti özəl sektorun təşəbbüs və təkliflərini nə dərəcədə nəzərə alır? Ümumiyyətlə, dövlət-özəl sektor dialoqu vergi kontekstində bugün biznes mühitinə hansı töhfələr verir? Təşəkkür edirəm. Biz ümumiyyətlə dövlətlə biznes arasında dialoqun böyük töhfəsini, böyük faydasını proseslərə görürük və bunu bir neçə kanal vasitəsilə həyata keçiririk. Biraz əvvəl qeyd etdiyim kimi, həm biz ixtisaslaşmış baş idarə tərkibində bir şöbə yaratmışıq, hansı ki, məhz biznes assosiasiyaları ilə, icmalarla görüşlər keçirir. Onların gündəlik işləri məhz onunla bağlıdır. Və bu bizə həm də o imkanı verir ki, fərdi hansısa konkret problem və çətinlikləri yox, həmin sahə və sektora aid olan problemləri müəyyən mənada dərindən başa düşüb gələcək fəaliyyətdə nəzərə almaq imkanı verir. Bundan başqa biz həm də peşəkar həmin sahəyə aid ekspert mütəxəssisləri var. Onlarla da mütəmadi olaraq görüşlər keçiririk. Amerika ABŞ Ticarət Palatası ilə görüşlərimiz olur. Almaniya, Azərbaycan Ticarət Palatası ilə görüşlərimiz olur mütəmadi olaraq və digərlərini bizim həmkarlar, belə deyək də, Sahibkarlar Konfederasiyasından bağlı görüşlərimiz keçiririk və onların bütün görüşlərin o gözləntiləri müəyyən etmək, necə biz şəffaf fəaliyyətini təşkil etmək istəyən sahibkar üçün daha sadə, əlçatan vergi inzibatçılığı qura biləriksə, onu anlamaqdır və onu sonradan, belə deyək, qanunvericiliyimizdə əks etdirməkdir və ya inzibatçılığımızda bir düzəlişləri həyata keçirməkdən ibarətdir. Əlbəttə ki, bütün bu proseslərdə biznes həmin o qərarların, edilən o dəyişikliklərin bir obyekti deyil, artıq onların formalaşmasında iştirak edən bir tərəfdaşdır. Bu da düşünürəm ki, bizim o hədəflədiyimiz və qurmaq istədiyimiz həmin o etimad mühitinə çox böyük töhfəsi var. Bugün sahibkarların ən çox narahatlıq ifadə etdiyi sahələrdən biri kameral vergi hesablamaları ilə bağlıdır. Buna münasibət bildirməyinizi xahiş edərdik. Bu həqiqətən də belədir və bunu mən çox anlayışla qəbul edirəm, başa düşürəm. Ancaq kameral vergi yoxlamalarının digər yoxlamadan da fərqi ondan ibarətdir ki, orada sanksiya tətbiq olunmur. Yəni, əgər hansısa biznes və ya sahibkar öz əməl etməsində bilməməkdən, belə deyək, müəyyən bir boşluğa yer veribsə, onu bizim həmin o kameral təhlil nəticəsində müəyyən bildirişlər göndərilir və o bildirişdə
hansı məqamların aradan qaldırılmalı və ya izah olunması xahiş olunur və ona cavab olaraq həmin o bəyannamə yenidən belə deyək, düzəliş olunur. Bir rəqəmi diqqət cəlb etmək istəyərdim. İl ərzində 3 milyona yaxın bizdə bəyannamə təqdim olunur. Biz bu kameral nəzarət prosesinə daha çox erkən xəbərdarlıq və preventiv nəzarət mexanizmi kimi yanaşırıq. Burada həm də həmin o narahatlıqları, çünki bizim məqsədlərimizdən biri mümkün qədər bizneslərin əməl etməsini sadələşdirmək və ona sərf olunan, yəni əməl etməyə sərf olunan vaxtın azaldılmasıdır. Yəni biz həqiqətən istəyərik ki, biznes bəyannamə doldurmaq yox, məhz pul qazanmaqla, gəlir əldə etməklə məşğul olsun, öz biznesini inkişaf etdirsin. Vergiləri isə onun üçün çox vaxt sərf etmədən, belə deyək də, icra edə bilsin. Bu baxımdan biz 2025-ci ilin 4-cü rübündən başlayaraq artıq sadələşmiş bəyannamələr üzrə prefilling mexanizminin tətbiqinə başlamışıq. Bu nə deməkdir? Vergi orqanlarında olan, həmin vergi ödəyici ilə bağlı olan məlumatlar əsasında həmin ödəyiciyə münasibətdə bəyannamə vergi orqanı tərəfindən doldurulur. Yəni, orada sətirlər artıq vergi orqanı tərəfindən doldurulur və vergi ödəyicisi girib, yəni sıfırdan doldurmaq yox, sadəcə vergi orqanında olan məlumatı təsdiqləmək kifayət edir. Bu bir segmentə aid, yəni qeyd etdiyim kimi sadələşmiş ödəyicilərə aid bir dəyişiklik idi. Həm onun biz daha da təkmilləşdirilməsi gələcəkdə düşünürük və eyni zamanda bütün digər ödəyicilərə aid, burada xüsusilə ƏDV ödəyicilərini mən qeyd etmək istəyərdim. Çünki o kameral prosesdə əsasən suallar elə ƏDV ödəyiciləri ilə bağlı olur. Orada da oxşar ƏDV prefilling mexanizminin tətbiqini düşünürük. Bundan başqa olaraq biz həm də vaxtilə müşahidə etmişdik ki, müəyyən mənada sanki sahibkarla vergi orqanı arasında nəysə bir anlaşılmazlıq var. Yəni, sahibkarlar qeyd edirlər ki, bizim təqdim edilən izahata vergi orqanı tərəfindən lazımincə reaksiya verilməyib və ola bilsin ki, hansısa bir formada həmin izah baxılmayıb. Daxildə onu avtomatik formada, yəni texniki həllərlə o prosesi də həll etmişik ki, mart ayından etibarən artıq bütün həmin o bildirişlərə gələn izahatlara münasibət bildirilmədən vergi orqanının əməkdaşı tərəfindən vergi hesablanması mümkün deyil. Yəni, bu müəyyən mənada, belə deyək də, həmin o düşünürəm ki, narahatlıqların da qarşısını tam olaraq almasa da, yəni azaldacaq. Bu proseslərdə biz tək kameral hesablama, belə deyək də, o bəyannamə və kameral nəzarət baş idarəsi yox, digər mexanizmlər, yəni inzibati şikayət mexanizmləri də mövcuddur. Əgər həmin hesablama, kameral hesablama artıq aparılıbsa, bugün sahibkarlar vergi orqanına inzibati şikayət edir. İnzibati şikayətdən başqa həm də qeyd edərdim ki, bizim ombudsman aparatı var, orada şikayətlər yönələ bilir. Apellyasiya, İqtisadiyyat Nazirliyi tərkibində fəaliyyət göstərən apellyasiya şurası var, orada müraciətlər daxil olur. Ən böyük say burada əlbəttə ki, inzibati şikayət mexanizmidir. Oradan bir rəqəmi qeyd edə bilərəm ki, təxminən 60%-a yaxın şikayətlərin müsbət həlli tapılır. Ya bəyannamələr, dəqiqləşmələr aparılır və ya belə deyək də, vergi orqanlarının haqlı olduğu müəyyən olunur. Yəni, biz təhlil edərək başa düşürük ki, hansı sahələrdə ola bilsin ki, boşluqlar və ya çətinliklər var və o həmin növbəti dövrlərdə yenə də bu problemlərin aradan qaldırılması üçün inzibatçılıqda və qanunvericilikdə müəyyən dəyişikliklər təklif edirik. O da yenə səbəb olur ki, niyə siz dediyiniz kimi vergi məcəlləsində dəyişikliklərin sayı yenə də var. Orxan müəllim, indi verəcəyim suala müsahibənin əvvəlində siz az da olsa toxundunuz, amma istəyirəm ki, daha geniş
cavablandırasınız. Qərb ölkələrində vergi ödəmək cəmiyyətin bir norması sayılır. İş adamları, sahibkarlar könüllü vergi ödəməyə niyə maraqlı olmalıdırlar və sizcə Azərbaycanda vergi mədəniyyətini artırmaq üçün nə çatışmır? Maraqlı kompleks sualdır. Mən buna belə münasibət bildirərdim ki, vergi mədəniyyəti məfhumu ümumiyyətlə bir çox aspektləri əhatə edir. Yəni burada həm tarixi kontekst var, həmin vergi ödəyicilərin və vətəndaşların ümumiyyətlə vergi ödəmək davranışları tarixən nəsillər boyu formalaşır. Biz bu mənada yəni müstəqilliyi yeni əldə etmiş bir ölkə olaraq ola bilsin ki, o qədər üstündən tarix keçməyib. Ancaq mən digər ölkələrlə bunu ümumiyyətlə mədəniyyət sözünün və mədəniyyətin ölçülməsi də çox mürəkkəb bir belə deyək də prosesdir. Onu necə ölçmək olar, o özü də bir sualdır. O baxımdan biz düşünürük ki, burada vergi ödəmək stimulu, daxili motivasiyasını biz hansısa bir formada qiymətləndirməliyik. Və bunun əsas qiymətləndirmə üsullarından biri bizdə könüllü vergi ödənişləridir. Yəni, əgər həmin ödənişlər könüllü təmin olunubsa, o deməkdir ki, vətəndaş onu özü hesablayıb ödəmək istəyib. Bu, çox konkret, ölçülə bilən meyar olduğu üçün biz buna fokuslanmışıq və düşünürük ki, bugün biz rəqəm olaraq ona baxdığımızda 92%-in üstündədir. Yəni, bütün təmin olunan vergi daxil olmaların tərkibində 92%-i məhz könüllü əməl etmə hesabına formalaşır. Qeyri-neft-qaz sektorunda ayrıca baxanda bu 92-dən biraz aşağıdır, 90% ətrafındadır. Və biz qayıtsaq həmin o qeyri-neft-qaz sahəsində vergi daxil olmaların mütləq rəqəmlərinin kifayət qədər yüksək templə artmasında və yenə də bu könüllü daxil olmaların da onun xüsusi çəkisində artması, bu o deməkdir ki, bizim cəmiyyətimiz və vətəndaşımız həqiqətən də o vergiləri ödəmək istəyir. Və burada ola bilsin ki, həmin o birinci suala qayıtdığımız halda, yəni vətəndaş həqiqətən də dövlətimizin gələcək inkişafında iştirak etmək istəyir və bu baxımdan həmin vergiləri ödəyir. Bizim vəzifəmiz ondan ibarətdir ki, elə bir mühit yaransın ki, həmin vergi öhdəliyini icra etmək istəyən vətəndaş üçün çox bir rahat ekosistem yaradılsın. Yəni o düşünməsin ki, vergi ödəmək mənim üçün yenə də əlavə bir işdir. Mən sadaladığım könüllü əməl etmə, qeyd etdiyim həm də vergi mədəniyyətinin yüksəldilməsi, bu bizim Dövlət Vergi Xidmətinin qəbul etdiyi və biraz əvvəldə toxunduğum strategiyamızda da öz əksini tapıb. Həmin strategiyaya uyğun olaraq biz müəyyən etdiyimiz o göstəriciləri izləyirik ildən ilə və müsbət tendensiyaları müşahidə edirik. Düşünürəm ki, həm strategiyada qeyd olunan insan kapitalının gücləndirilməsi, həm könüllü əməl etmənin artımı, bu hamısı yenə də o dövlətlə, vergi orqanı ilə biznes arasında həmin o etimad mühitini möhkəmləndirmiş olacaq. Belə bir sual. Adətən vergi orqanları hər zaman IT-nin tətbiqi sahəsində ön sırada olublar. Maraqlıdır, bugün vergi inzibatçılığı sahəsində süni intellektin tətbiqi, rəqəmsal həllərin tətbiqi məsələsi hansı yerdədir və gələcəkdə siz bu vergi inzibatçılığını necə dəyişəcək bu tətbiqlərin istifadəsi? Bu, belə deyək, çox təbii olaraq özü bir formalaşan mühitdir. Vergi orqanları həqiqətən də bugün
bir çox maliyyə və digər məlumatlara çıxışları var və onları toplayır. Və bu mənada həmin məlumatlardan müəyyən qərarlar üçün istifadə edilməsi çox normaldır və biz bu mənada son dövrlərdə Dövlət Vergi Xidmətində rəqəmsal transformasiya mərhələsindən də keçirik və bu dayanan və bitən bir proses deyil, bu davam edir. Keçən il həm də Dövlət Vergi Xidmətinin tərkibində biz ayrıca bir data analitikası baş idarəsi də yaradılıbdır. Onun məqsədi və gündəlik işi də həmin yeni texnologiyalarla bağlı, yeni həllərlə bağlı o imkanları araşdırıb, digər bizim funksional idarələrlə qarşılıqlı işləyib o həlləri faktiki olaraq icra edilməsinə kömək olmasıdır. Süni intellekt bugün hər bir belə deyək, sahədə böyük rolu olduğu kimi vergi xidmətinin də gündəlik fəaliyyətinin səmərəli formada təşkili ilə bağlı çox böyük bir potensialı var. Biz artıq o imkanlardan həm istifadə edirik, həm də əlavə olaraq yeni layihələr üzərində işləyirik. Artıq icrada olan layihələrin bir neçəsini söyləyə bilərəm ki, bu bir tərəfdən nə qədər texniki səslənsə də, ancaq vergi orqanının olduğu, yəni sifarişçisi olduğu proqramların test mərhələsindən süni intellekt vasitəsilə daha sürətli keçirilməsi mövzusudur. Bizim üçün belə deyək, daha yaxın olan sənədlərlə iş sahəsində olan, sənəd dövriyyəsindən bağlı olan süni intellekt tətbiqidir. Bu ona imkan verir ki, daxil olan çox saylı, belə deyək, həmin o məktub və müraciətlərin ilkin emalı süni intellekt tərəfindən aparılır və onun sonraki marşrutu kim və hansı mövzu ilə bağlı olmasından bağlı artıq təhlil olunmuş məlumatı bizim müfəttişlərə təqdim edir və bu da həm qərar vermənin keyfiyyətini və sürətini artırır, o birisi tərəfindən də bizim həmkarlara artıq digər daha yüksək intellekt və analitika tələb edən işlərlə məşğul olmağa daha çox vaxtları qalır. Vaxtilə çox belə deyək, qabaqcıl olan həllərdən biri və mən vaxtilə deyirəm, ancaq bugün də bu belədir. Dünya ölkələri arasında bunun çox sayda tətbiqi müşahidə olunmur. Bir neçə ölkə düşünürəm ki, sonradan bunu tətbiq edib. Bu ƏDV geri al və deməli, kassa aparatlarının yeni nəsil kassa aparatları ilə əvəzlənməsi idi. Bu islahat özü kifayət qədər böyük dövriyyələrin ortaya çıxarılmasına səbəb olmuşdu. Və məhz qeyd etdiyimiz o artımların da düşünürəm ki, bununla da izah oluna bilər. ƏDV geri al layihəsi bu illər boyu ərzində təxminən 1 milyard manat vətəndaşlar ondan faydalanıblar. Süni intellektin tətbiq olunmalı sahələrdən biri də, misal üçün, hal-hazırda işlənən məhz o ƏDV geri al prosesinin vergi orqanı tərəfindən daha sürətli emal olunması üçün planımızdır. Digər rəqəmsal həllərə baxdığımız təqdirdə təqib və izləmə sistemini də qeyd etmək olar. O bizə imkan verir ki, istehsaldan və ya idxaldan həmin o aksizli və markalanmalı olan məhsulların daha o istehlakçıya qədər bütün zəncir boyu izlənməsini müşahidə edə bilək və o sahədə də vergi ödənişlərinin artımına səbəb olur. Elektron ticarəti həyata keçirən qeyri-rezidentlərlə bağlı elektron qaydada hal-hazırda Dövlət Vergi Xidməti tərəfindən vergi uçotuna alınır. Bu, keçən ildən başlayan bir prosesdir. Orada 11 vergi ödəyicisi olan qeyri-rezident, belə deyək, vergi ödəyicisi
qeydiyyata düşüb və 15 milyondan çox artıq ödənişi büdcəmizə daxil olub. Düşünürük ki, bu il bu rəqəmlər daha yüksək olacaq. ƏDV geri al tətbiqinə toxundunuz. Biznesin ağardılmasında bu tətbiqin rolu çox böyükdür. Bilmək istəyirəm, bu kimi tətbiqlərin siyahısının genişləndirilməsi nəzərdə tutulurmu? Yəqin ki, biz daha öncə müzakirə etdiyimiz deməli, ƏDV geri al layihəsinin ümumi daxil olmalarda müsbət təsirini də qeyd etdik. Onu mən istəyərdim həm də kölgə iqtisadiyyatı ilə belə deyək, bir əlaqəsini də qeyd edək. Bildiyiniz kimi bu iqtisadçılar üçün olan kifayət qədər mürəkkəb bir mövzudur və istənilən mütəxəssislərlə müzakirə apardığımız halda bir neçə, yəni heç bir mütəxəssis eyni bir rəqəmə gəlib çıxa bilmir. O mənada biz kölgə iqtisadiyyatını mütləq qiymətləndirməsini yox, illər ərzində onun dinamikasını daha çox müşahidə edirik. Verginə münasibətdə isə daha çox vergi boşluğunun qiymətləndirilməsini həyata keçiririk. Son 5 il ərzində deyərdim ki, bu göstərici 20%-dan 7%-ə düşüb, 7-8%-ə düşüb. Qeyd etdiyim vergi boşluğu nə deməkdir, onu da izninizlə bir izah verim. O vergi məcəlləsi ilə müəyyən oluna bilən potensial öhdəliklərlə bugün dövlət büdcəsinə faktiki yığılan vergi daxil olmalar arasında olan o faizdir. Yəni bildiyiniz kimi heç bir ölkədə bütün məcəllədə qeyd olunan və ya da qanunda olan dərəcələrlə tam olaraq hamısı yığılmır, müəyyən boşluq olur. Kimsə ödəmir, kimsə daha gec ödəyir, kimsə belə deyək də bizneslər müflisləşir, ödəyə bilmir. O mənada bizim həmin göstərici 7%-ə düşüb. Düşünürəm ki, o ƏDV geri al layihəsi də buna müsbət təsiri olmuşdur. Son olaraq bilmək istəyirəm, vergi qanunvericiliyində yaxın perspektivdə hansı dəyişikliklər gözlənilir? Əsas bizim gələcəyə baxışımızla yanaşmamız ondan ibarətdir ki, vergi ödəyiciləri üçün daha proqnozlaşdırılan, daha rahat və daha əlçatan mühit formalaşdıraq. Bu baxımdan yeniliklərdən biri, hansı ki, artıq 2027-ci ildən qüvvəyə minəcəkdir. Bu, qeyri-neft özəl sektorda bizneslər üçün ƏDV depozit hesabından olan vəsaitlərin sosial ödənişlərə yönəldilməsi artıq onunla bağlı Cənab Prezident tərəfindən də qanun imzalanıb. 2027-ci ildən 4 illik müddət üçün bu tətbiq olunacaq. Biz hesab edirik ki, bu kifayət qədər şəffaf olan bizneslər üçün dövriyyə kapitalına ehtiyacları azaldacaq və onu istifadəsinə imkan yaradacaq. Bundan başqa biz mikro və kiçik bizneslərlə bağlı bəyan etməni və yükün optimallaşdırılması üzərində iş aparırıq və həmin deməli sektorda olan vergi ödəyicilərinin gələcəkdə böyümə imkanları və potensialını daha yaxşı şərait yaratmaq üzərində işləyirik. Bundan savayı olaraq daşınmaz əmlak bazarında investisiyaların cəlbi və bu sahədə aktivliyin artırılması və bazarın daha şəffaf formalaşması üçün vergi yükünün optimallaşdırılması imkanlarına da hazırda baxılır və orta müddətli yanaşmamız əsas prinsipləri xidmətlərin sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, hüquqi müəyyənliyin artırılması, preventiv məlumatlandırma və risklərin əvvəlcədən idarə olunmasından ibarət olacaq. Təşəkkür edirik Orxan müəllim, hər tərəfli və dolğun cavablarınıza görə sizə minnətdarıq. Sağ olun. Təşəkkür. Biz də sizə təşəkkür edirik. Sağ olun. Vergi sahəsindəki yenilikləri və prioritetləri birinci mənbədən eşitdik. Yekunda bir məqam
tam aydın oldu. Vergi mədəniyyəti yalnız qanunların tələbi deyil, həm də milli mövcudluq atributudur. Bu, hər bir sahibkarın, hər bir vətəndaşın dövlətimizin inkişafında, cəmiyyətimizin təhlükəsizliyində və dayanıqlı gələcəyimizdə fəal iştirakını vacib edir. Sağ olun.